1 iyun Uşaqlar Günü münasibətilə Bakıda qeyri-adi və olduqca mənalı bir tədbir keçirilib. Bilik Yarmarkası adlı xeyriyyə sərgisi uşaqların əl işlərini cəmiyyətə təqdim etməklə yanaşı, həm də sosial məsuliyyət mesajı verib. Rəsm sərgisində müxtəlif məktəblərdən olan uşaqlar öz əsərlərini nümayiş etdiriblər. Satışdan əldə edilən bütün gəlir leykemiya ilə mübarizə aparan azyaşlılara və uşaq sığınacaqlarında yaşayan kimsəsiz uşaqlara bağışlanacaq. Tədbirin təşkilatçıları arasında Azərbaycan-Türkiyə İş Adamları Birliyi, Leykemiya ilə Mübarizə İctimai Birliyi, Bilik Yarmarkası və Asterias Təlim və İnkişaf Mərkəzi yer alır. Mərkəzin təsisçisi Nərgiz Çalbay tədbirdəki çıxışında bildirib ki, bu cür layihələr uşaqların təkcə bugününü deyil, gələcəyini də formalaşdırır. Bugün burada uşaqlar bu yaxşılıq etməkdə hər biri yarış içindədir, hər kəs həyəcanlıdır. Və biz bugün burada həyatın ən çətin döyüşlərindən birində mübarizə aparan uşaqlarımızı dəstəkləmək üçün toplaşmışıq. Leykozla mübarizə aparan uşaqlarımız üçün təşkil etdiyimiz bu xeyriyyə sərgisi təkcə sənət tədbiri deyil, həmrəylik və sevgi nümayişidir. Hər bir şəkil bu uşaqların içində ümid, təxəyyül və həyat sevincinin işığını əks etdirir. Bu sosial təşəbbüs həm uşaqlarda empatiya və məsuliyyət hissini formalaşdırmaq, həm də onlara erkən yaşdan sosial fəaliyyətin əhəmiyyətini aşılamaq məqsədi daşıyır. Gerçekten böyle bir tedbiri düzenlemek, sabah Uşaklar Günü Azerbaycan'da çok önemli. Şöyle bir mesaj alıyoruz. Bir defa uşaklara önem veriyoruz. Onlar bizim geleceğimiz, bugünün uşağı, yarın sabahın büyükleridir. İyi vatandaş yetiştirmemiz lazım. Onlara aile sevgisi, vatan sevgisi, insan sevgisini yetiştirmemiz lazım. İnsani hisler vermek lazım. Onun için bu sergiyi çok değerli buluyorum, çok kıymetli buluyorum. Milli Məclisin deputatı Hicran Hüseynova da tədbirdə çıxış edərək qeyd edib ki, bu təşəbbüs sadəcə tədbir yox, uşaqlara münasibətin göstəricisidir. Çox ağır bir xəstəlik, leykemiya xəstəliyi. Əlbəttə ki, Allah heç kimə göstərməsin, amma kimin ailəsində belə bir xəstə uşaq, xəstə insan varsa, biz başa düşürük ki, bu nə dərəcədə ağır bir problemdir. Bax, mənim burada həmkarlarım da iştirak edir. Biz inanın ki, dəfələrlə bizə müraciət edən insanlar Azərbaycanda var, hansı ki, bu problemlərlə xahiş edirlər kömək. Əlbəttə ki, bugün Azərbaycanda belə imkanlar var ki, dəstək vermək. Amma bu sərgi və bizim olan buna münasibətimiz göstərir ki, ümumiyyətlə cəmiyyət gərək biganə olmasın. Sərgidə yer alan rəsmlər sadəcə bədii əsər deyil, uşaqların dünyaya baxışının təcəssümü idi. Onların çəkdiyi günəşli səma, bircə oynayan dostlar, gülümsəyən simalar bir daha sübut etdi ki, uşaqlar yalnız gələcəyin yox, həm də bugünün sülh və birlik daşıyıcılardır. Bu tədbirdə iştirak eləmək üçün həqiqətən çox fərəhliyəm, qürurluyam. Leykemiya ilə mübarizə aparılan tədbirdə xeyriyyə sərgisində mənim övladım da iştirak edir. Bütün təşkilatçılara, bunu düşünən hər bir kəsə, xüsusən bu gün ərəfəsində 1 iyun Uşaqların Müdafiə Günündə təşəkkür etmək istəyirəm. Çox gözəl bir addımdır, çox böyük bir təşəbbüsdür. Mən bu sərgidə iştirak etdiyimə görə çox sevinirəm. Mənim mövzum yeni texnologiya dünyasında uşaqlardır. Mən bu şəkli ona görə çəkmişəm ki, istəyirəm ki, dünya bilsin ki, texnologiya insanların xeyri var, lakin onun zərərləri də var. Zərərləri isə məsələn biz saatlarla telefona baxsaq, oyun oynasaq, gözlərimiz yorular, fikrimiz dağılır. Ona görə də çox telefona baxmaq, kompüterə baxmaq olmaz.